Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, uca Allah buyurdu Qüdsə hədisdə. Mən namazı, yəni Fatihə surəsini özüm ilə bəndəm arasında 2 hissəyə böldüm və bəndəmə istədiyi veriləcək. Bəndə həmd olsun aləmlərin Rəbbinə, yəni Əlhəmdülillah Rabbil aləmin deyəndə Allah buyurar, bəndəm mənə həmd etdi. Bəndə Rəhmanur Rahim deyiləndə Ər-Rahmanur Rahim. Uca Allah buyurar, bəndəm məni təriflədi. Və sonra oxuyursan, deyirsən ki, Məliki Yevmiddin, yəni qiyamət gününün sahibi Allah buyurar, bəndəm məni ucaqdı. Baxın, bəndəm işi mənə həval etdi. İyyəkə na'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik, yalnız səndən yardım diləyirik. Deyəndə Allah buyurar, bu mənimlə bəndəm arasındadır və bəndəmə istədiyi veriləcək. Ehdina sıratəl müstəqim. Bizi doğru yola yönəl. O yola ki, sən onlara nemət verdin. Qəzəbə uğramayanların və azmayanların yolu dedikdə Allah buyurar, bu bəndəm üçündür və bəndəmə istədiyi verilər. Baxın, Fatihə surəsi Peyğəmbərimiz namaz adlandırır, dua adlandırır. Deməli, dərin mənası var. Allahla münacatdır, yalvarışdır.